biz Rüzgar komandası olaraq Robot Challenge yarışına freestyle kateqoriyası üzrə qatılmışıq. Mən Həbib Babayev adına bir sayı tam orta məktəbin 7-ci sinif şagirdim Tərbaba Zəhra. Müasir dövrdə ənənəvi enerji mənbələrinə kömür, qaz və neftin məhdudluğu və onların yaratdığı problemlər alternativ enerji həllərinə ehtiyac daha da artır. Bu baxımdan külək enerjisi ön plana çıxsa da, ənənəvi fırlanan turbinlər şəhər mühitindəki küləklərdə səmərəsiz işləyir. Səs-küy yaradır, quşlar üçün təhlükə təşkil edir və binaların inteqrasiyası çətin olur. Biz bu problemi yalnız mexaniki deyil, robotexniki yanaşma ilə həll etməyə çalışdıq. Layihəmiz kaktus bitkisinə ilhamlanaraq 8 ribli sərtə malik, fırlanmayan, istirahət əsasında elektrik enerjisi istehsal edən Kaktus Airbot adlı ağıllı robotik külək enerjisi sistemidir. Mən Oğuz şəhər Emin Abdullayev adına internat tipli texniki və təbiət fənləri təmayüz lisey şagirdi Nəvzadə Səadət Sədər qızı. Layihəmizdə xüsusi olaraq kaktus formasını seçməyimizin səbəbi onun təbii olaraq hava axınını effektiv şəkildə idarə etməsidir. Kaktusun ribli quruluşu külək axınında vortekslənib qurulğan effekti yaradır və bu da daha stabil, daha güclü titrəyiş əmələ gətirir. Bu xüsusiyyət robot sistem üçün çox vacibdir, çünki daha sabit titrəyiş, daha stabil enerji istehsalı və daha effektiv hava tutulması aşağı külək sürətlərində belə işləmə imkanı yaradır. Robot sistemin ən vacib hissələrindən biri enerji istehsal mexanizminin robotik inteqrasiyasıdır. Biz bu layihədə iki müxtəlif enerji toplama texnologiyasını bir robot sistem daxilində birləşdirmişik. Birinci sistem piezoelektrik enerji toplamadır. Ribli xarici səthin hər birindən 10 mm ölçülü bir ədəd cəmi 8 ədəd piezoelektrik disk yerləşdirmişik. Piezodisklərin səthinə qismən yaylar bərkitdik ki, turbin titrədikdə daxili silindrik hissələ mexanizm teması yaranılaraq disklər üzərində təzyiq formalaşdı. Bu üsul titrəyiş amplitudasını məhdudlaşdırmadan daha çox enerji əldə etməsinə imkan verəcək. Mən Emin Abdullayev adına 2 nömrəli Texniki Təbii Təmayüllü liseyin 8-ci sinif şagirdi Nazlı İsrafilova Elmir qızı. İkinci sistem elektromaqnit induksiya sistemidir. Daxili silindrik hissənin divarlarında yerləşən 10 vursun 10 mm ölçülü 6 ədəd neodim maqnit yerləşdirdik. Turbinin mərkəzində yerləşən şaquli dirəyəsi sabit şəkildə sarğac qovunu bərkitdik. Küləyin təsiri ilə yaranan titrəyiş zamanı maqnitlərin sarğac ətrafında nisbi hərəkəti nəticəsində elektromaqnit induksiya qanununa əsasən elektrik enerjisi əldə ediləcək. Bu iki sistem paralel işləyərək enerji çıxışını artırır, sistemi daha stabil edir və robotun effektivliyini yüksəldir. Ən vacib məqam isə odur ki, bu enerji istehsalı prosesi zamanı tam robotik monitorinq altında həyata keçirilir. Bu sistemdə bıçaqsız, səssiz və kompakt olması onun şəhər mühitində tətbiqini mümkün edir. Kaktus Airbotun mərkəzində inteqrasiya olunmuş robot idarə etmə sistemi yerləşir. Bu sistem 3 əsas hissədən ibarətdir. Birinci hissə sensorluğudur. Biz burada MPU-6050 sensorundan istifadə etmişik ki, bu sensor vasitəsilə turbinin titrəyiş tezliyi, sürətlənməsi və bucaq dəyişməsi real vaxtda ölçülür. Eyni zamanda BME280 sensoru vasitəsilə də havanın temperaturu, rütubət və atmosfer təzyiqi kimi ətraf mühit göstəriciləri izlənilir. Bu sensorlar robotun hissiyyat sistemi kimi fəaliyyət göstərir və mühit haqqında davamlı məlumat ötürür. Təzyiq dəyişməsi hava axınının intensivliyini göstərir. Temperatur və rütubət isə hava sıxlığına təsir edir. Hava sıxlığı dəyişdikcə titrəyiş dəyişir və nəticədə enerji çıxışı dəyişir. BME280 sensoru vasitəsilə robot hansı şəraitdə daha çox enerji əldə edəcəyini müəyyən edə bilir. İkinci isə idarə etmə və emal bloku. Burada Arduino mikrokontrollərindən istifadə olunur. Bu blok sensordan gələn məlumatları qəbul edir, onları analiz edir, titrəyiş dinamikasını qiymətləndirir, enerji istehsal effektivliyini müəyyən edir. Bu mərhələdə yalnız sadəcə ölçmə yox, analitik qərar vermə funksiyası yerinə yetirilir. Üçüncü isə çıxış və kommunikasiya modulu. Toplanan və emal olunan məlumatlar LCD ekran vasitəsilə vizual olaraq ötürülür və Bluetooth modulu ilə simsiz lazımi orqanlara məlumat ötürülür. Kritik vəziyyətlərdə, yəni turbində nasazlıq baş verdikdə, enerji istehsal etmədikdə və ya titrəyiş 20 Hz-dən yuxarı qalxsa və struktur təhlükəli səviyyəyə çatsa, bazır xəbərdarlıq edir. Bu isə sistemin təhlükəsizliyini təmin edir. Həmçinin turbinin üzərində yerləşdirdiyimiz ledlər vasitəsilə turbin hərəkətsiz qaldıqda, enerji istehsal etmədikdə qırmızı ledlər, titrəyib enerji istehsal etdikdə isə sarı ledlər yanaraq vizual xəbərdarlıq verəcək.
Beləliklə, sensorlardan daxil olan məlumatlar Arduino Nano vasitəsilə toplanacaq, ilkin emal edilib LCD ekranda göstəriləcək, həm də Bluetooth vasitəsilə xarici qurğulara ötürüləcək. Bu isə robot sistemin yalnız daxildə işləmədiyini, xarici mühitlə də əlaqə qurduğunu göstərir. Kaktus Airport yaşayış evlərinin dağlarında, çoxmərtəbəli binaların üst hissəsində, sıx urban ərazilərdə rahatlıqla yerləşdirilə bilər. Beləliklə, bizim robot sistem yalnız enerji istehsal etmir, həm də şəhər mühitinə uyğun, təhlükəsiz və ağıllı enerji həlli təqdim edir.